Eyler Venn diaqramına uyğun bəndləri müəyyən edin. Gördüyünüz kimi Venn diaqramı üzərində bizə Meksika yayləsi və Dekan yayləsi göstərilir və bildiyimiz kimi Meksika yayləsi Şimali Amerika, Dekan yayləsi isə Avrasiya, Avrasiyanın cənubunda, Cənubi Asiya hissəsində yerləşir. Bəndlərimizə nəzər salaq, platformada yerləşir. Ümumiyyətlə Meksika yayləsi əsasən sakit olduğu bölgəsi, eyni yerdə başqa adla Antikorrellər dağ sistemi üzərində yerləşir və yəni o demək ki, platformada yox, seysmik ərazidədir. Demək bu Meksikaya yox, Dekana, yəni Hindistan platosuna yerləşən əraziyə uyğundur. Demək ki, biz burada ikinciyə 1 götürəcəyik. Tropik iqlim quşağına yerləşir. Burada Meksika yaylasına uyğun gələn bənddir bu. Çünki Dekan, Hindistan ərazisi mussonların təsiri ilə subekvatorial xasdır. Demək ki, biz burada 2-ni Meksikaya aid edəcəyik. Çökmə çuxur qatı nazikdir. Bəli, hər ikisi yayla olduğundan hər ikisində çökmə çuxurun qalınlığı nazik olub, kristal bölmə səthə çıxır. Demək ki, biz bunu 3-ü burada bənzər götürəcəyik, oxşar. Geoskal zonda bayaq dediyimiz kimi Meksika yaylasına aiddir bu 4. Rütubətli mövsüm yaylarına bu Dekan yaylası üçün keçərlidir ki, mussonların təsiri ilə baş verir bu və 6-cı bənddə isə şimal yarımkürəsində yerləşir. Hər ikisinə xas olacaq burada gördüyümüz kimi. Demək ki, bizim burada doğru bəndimiz birinciyə 2-4, ikinciyə 1-5 və üçüncüyə isə 3-6 bəndi oldu.